Çarəsizlikdən teatr texnikumuna daxil olan aktyorumuzun kim olduğunu bilirsiniz. Gəlin onu yad edək. İndi qonaqlarımız gələcək, Sevda bacıdır. Bilirəm, yığılacaq indi bura intelligentlər. Kəllə dolu, cib boş. Mənimki onlarla tutmaz. Kadrlarda gördüyünüz aktyorun atası repressiya olunan şəxslərdən biridir. Repressiyanın izlərini həyatında hiss edib. 1-ci Neft Akademiyasına qəbul olub. Ancaq ona bu universitetdə yaxşı davranmayıblar. Sənin atan xalq düşmənidir deyib gözüm çıxdıya salıblar. Daha gəlmə deyiblər. O da teatra yönəlib. Teatr texnikumuna daxil olub. Karyerası ərzində heç bir fəxri ad almayıb. Ancaq yaratdığı obrazlar, xüsusilə Qaynanadakı Əli, Arşın Malalandakı Nökər Vəli, Sehirli Xalatdakı milisioner obrazları yaddaşlardadır. Kinostudiyada işləyib, rejissor assistenti olub. Film direktoru vəzifəsinə qədər qalxıb. Tələt Rəhmanov 63 yaşında ürəyi tutmasından vəfat edib. Ruhu şad olsun. Bəs siz onu hansı rolu ilə xatırlayırsınız? Rəydə yazın.